Şəhidlərdən yazar qürbət Laçınlı, Vətən müharibəsi qəhrəmanı Eliyar Vəliyevin övladlarının adından belə bir şeir qələm alır. Ata, bayramını təbrikə gəldik. Bizə soyuq baxma daş məzarına. Axı söz vermişdin, sağ dönəcəydin. Bəlkə incimisən övladlarından. Sənin məzarına gül gətirmişik. Bax, güllər nə gözəl açıbdı ata. Eliyar bulağından su içirmişik. Anam sənsiz yasa batıbdı ata. Ata, məzarına tək bacım gəlib. Sənin istədiyin baş tacın gəlib. Ata, bu dünya səni bəxş edən Arif baban gəlib. Bax, hacın gəlib. Ata, dur səsinə səs ver ananın. Deyir anasıyam bu qəhrəmanın. Səndən sonra həyatda tək qalanım, qardaşım da gəlib, bacım da gəlib. Ata, bayramını təbrikə gəldik. Bizə soyuq baxma daş məzarından. Axı söz vermişdin, sağ dönəcəydin. Bəlkə incimisən övladlarından. Allah bütün şəhidlərimizə rəhmət eləsin.